bir videoyla qarşınızdayıq. Bugün bütün elit pasları birdən 55-ci elit pasa qədər yoxlayacağıq və burada onluq bir sıralama qoyacağım. Burada 1-ci sıra və 10-cu sıraya qədər ola biləcək ən yaxşı elit pasları sıralayacağım və siz hansı elit pasdan və yaxud hansı boya pasdan başladığınızı yorumlara yaza bilərsiniz və görək kim daha köhnədən başlayıb, kim daha oldu. Əgər bu video 50 like gələrsə, bundan sonraki videoda boya pas sıralaması eləyəcəyik və kim hansı boya pasa başladığında o videoda, həmin videoda altına yazar yorumların. Çox danışmadan videomuza keçək. Ondan qabaqca kanalımıza abunə olub video like atmayı unutmayın. Bundan əvvəlki video 65 like demişdim, gəlmədi. Aha, keçdik elitlərimizə. Birinci elitimiz ham bildiyi kimi Sakura'dır. Sakura paltarı old paltarlardan biri olub. Həm də çox qəşəng paltardır. İkinci elit pasımız hip hop paltarıdır. Hip hop paltarının bütün hər paltarı, köynəyi, şalvarı, ayaqqabısı, başlığı, hər yeri qəşəngdir. Üçüncü elit pasa geçişdə Distorsiona, bunun adını demirəm, heç şey yoxdur. Üçüncü elitimiz də belədir. Bunun hərəkətlər versiyonunda gəlməyini istəyirsə like atmağı unutmayın. 55 like gələcək, 55 like-da. Dördüncü boya elit pasımız da belədir, adı realdır. Bunların hamısı gəlmə vaxtları bir aydan sonra gəlibdir. Bu 5-ci elit pasımız Destonia. Bu 6-cı elit pasımız Loco Gamer. Loco Gamer seti də çox qədimi deyəndə old setdir və çox qəşəngdir. Bu B8-in paltarıdır. B8-in paltarını B8 tanıyanlar çoxdur, məsələn tanıyanlar var. Bu 8-ci elit pasımızdır. Bunun koftası çox qəşəngdir. Koftasından yaxşı kombinlər olur. Bu anti-bomba 9-cu elit pasımız. Əgər boya pas versiyonunda gəlməsi sizə video like atıb kanalımıza abunə olub bizi 2K eləyə bilərsiniz. Bu 10-cu elit pas Anubis. Ne diyorsun oğlum? Bu 11-ci elit pas hərəkətləri də biraz görsənir. Bu hərəkət də çox köhnə, çox old hərəkətdir. Bu arada hərəkətlər hamısı 6-cı sezondan sonra gəlib. 12-ci sezonki Slavji. Hər nəysə, 13-cü sezon Revon Luke Tison. İngiliscəm çox iyi. 14-cü sezon qəşəng. Bu paltarları mən heç görməmişəm. Məsələn, bu nəyin paltarıdır, heç bilmirəm. Bunlar görməmişəm. 15-ci sezon belədir. Bunun koftası qəşəngdir. Qızın da koftası yaxşıdır. Bu 16-cı sezon ən oldu. Bunun maskasını boya pasta gətirdilər. 17-ci sezon Sanjiri. Çox yaxşı ingiliscəm var. Başlığı qəşəng idi onun da. 18-ci sezonu keçdikdə Sagrinto. Bunun maskası katil maskasına oxşuyur və çox yaxşıdır. Patatas. Keçdi 20-ci sezona. 20-ci sezon paltarı da belədir. Bu əsasən kung-fucu falan ona oxşuyur. Samuray. 21-ə keçdikdə isə bu set mənə tanış gəlir. Elə mənim köhnə hesabımda var idi. 22-ci sezon isə belədir. Hərəkət də belədir. Hərəkətlərə özəl video gəlməyini istəyirsə dediyim kimi like-a basın. 20-ci sezon Z kuşağı seti. Quyruğum falan var. Bizdə quyruq var indi. Sən nə demək istəyirsən Qarena? 24-cü sezon Del Carodo. Karate kimi bir şeydir o da. Hər nəysə, 25-ci sezon Misir tilkisi seti. 25-ci sezon boya pası elit pası boya pas deyirəm. 26 sezon Rovon Luxon seti. 27-ci sezon bu da qəşəng setdir. Suhi Çinlilərə aid bir şeydir. Dəqiq bilmirəm nədir onun, nə o mənaya gəldiyini. 28-ci sezonda isə Kelsitan
Bunun nə olduğunu bilmirəm. 3 artıq 30-cu sezon gəldi. Dead Horse 29-cu sezonun elite passdır. 30-cu sezona gəldikdə isə musiqi al, elite pası çaşıram eləcə. Elite pası 31-ci sezon. Old video. Bunun tam nə mənaya gəldiyini bilmirəm, amma çox qəşəng setdir. 32-ci sezon gəldikdə isə Espectral seti. Bunun da başı əhdən işlətmək olar. 30-cu sezonda bu tam qəşəng deyil. Bilmirəm də, qəşəng deyil. Bu 34-cü sezon gəldikdə isə Mundo Mumya seti kimi bir şeydir. 35-ci sezon gəldikdə Sangreta tango kimi, tango paltarına oxşuyur da. Daha nə deyim? Bu da Del Terror boya pas, elite pası 36-cı sezon. Bu arada siz hansı elite pasda başlayırsınız? Mən 53-cü elite pasda başlamışam oyuna. O hesabım mən o vaxtı biraz siz baxın burada elite paslara. Mən o vaxtı Gmail bağlamayı bilmirdim. Telefonumuz da zəif idi. O vaxtı mənə açdığım Gmail, mən 2021-20-dən belə oynayıram. 53-cü elite pasda. Onda mən açam, elə misafir girirdim. Misafir girəndən sonra da bir-iki ay sildim oyunu. Mən elə silindi. Sonra da bu Zagro hesabını açdım və hələm də onda oynayıram. 42-ci sezona gəldik, mən danışan tam. Belə qanadlı bir set var. Çox qəşəngdir. 43-cü setə gəldikdə isə Maskara, Poker Maskara setidir. 44-cü eltə gəldikdə isə Lalaxı, nə deyirəm lan, xımı? De Papel. Bu qəşəng bir set deyil, xoşuma gəlmədi. 46-cı sezona gəldikdə isə Star Punk. Belə də deyərəm. 47-ci sezona gəldikdə De Salfrom. 48-ə gəldik. Demarfe. Qəşəng setdir. Bunun əsasən koftası işlənər. 49-a gəldikdə artıq sonlara çatırıq. 55 dənə elite pasımız var. Bu arada tamamilə. 50-ci elitə gəldikdə isə panel kimi bir şeymiş yəqin. Mən heç birinin oxunuşunu bilməm. Filifilo. UMP'nin ifadəsini çəkiblər. Bilmiyorum nə deyin. 52-ciyə gəldi Bismo. 53-ə keçəcəyik. Mən bu sezonda başlamışam. 53-cü sezona keçid edirik. 53-cü sezonda başlamışam. Tormenta, Snobby. Yəni isti və soyuq. Və 53-dən nə bir köhnə ola bilər. Mən 53 yadımdadır. 54-cü sezon gəldikdə isə belədir. 55-ə gəldikdə bu verilən ücretsiz elit paslardan biri idi. Və hamı almışdı. Hamıya qarayla ücretsiz verirdi. Elit paslarımız da burada sona çatdı. Bu videonun da burada sonuna gəlib çatırıq. Videomuz artıq sona çatır. Elit pas sıralaması ekrana gəlir. Birinci yerdə həmişə Sakuray, ikinci yerdə Hip Hop, üçüncü yerə də Real'ı qoyaram. Yəni bu videonun da burada sonuna gəlib çatır. Əgər boya pas sıralamasını da istəyirsinizsə, bu videoya 55 like gözləyirəm. 55 like gələndə atacağım və bu videoya yenə 50 like gəlsə, təzə serverin incələməsi gələcək. Burada Braziliya serveri gələ bilər. Braziliya çox yaxşı şeylər gəlib. Bu tane ekrana da qoyuram Braziliya serverinin nətər olduğunu. Kapak fotoğrafıdır bu. Her şey çok danışmadan burada videonun sonuna çatdıq. Sağ olun, salmaq qalın. Kanalımıza abone olub video like atmağı unutmayın. Hamınızı öpürəm. Goodbye.